Salam bacılarım, necəsiz, neyinirsiniz? İnşallah ki, yaxşı olarsınız qızlar. Mənim yenə günüm ət doğramaqla keçir. Elə nə vaxt deyəsiniz ki, baxıram bu qız ət doğrayır, doğrudan da elə evdə qaldımsa heç nə. Ya ət doğrayacağam, çəkəcəm, ya yemək, yəni nəsə də bir şey. Mən də səsim qızlar 17-si də yazıram, 16-sı, yəni bilirsiniz ki, hava çox soyuq idi, küləkli, yağışlı hava idi. İşıqlarımız da sönmüşdü, bir yandan da o biraz adamı əsəbləşdirirdi. İnanın ki, yəni dəhşətdir də. Soyuq. Elə bir ki, qış təzədən qayıdıb gəlmişdi. Dünənki vapşe dəhşət idi. Yoldaşım da dedi ki, gətir nəsə sula yemək hazırla. Dedim, yaxşı. Elə gətirdim. Tikə bozbaşı hazırladım. Dedim, qoy sulu yemək yesinlər. Mən yeyə bilməsəm də onlar yesinlər. Qızlar, əti yumuşdum daha öncə. Sonra yenə də təzədən yudum. Doğrayandan sonra. Çünki mən doğrayandan sonra o xırda istər-istəməz tikə sümüklər qalır. Onu sevmirəm. Özüm yeməsəm də ən azından evdə hamı yeyir də. Yəni ona görə istəmirəm ki, narahatçılıq olsun. Qızlar, burada da daha çəkə bilmədim. Çox bərbaddır. Bıçağım çox kütləşib. Təzə almışdım. Dekabr ayı idim, yoxsa oktyabr ayında almışdım. Nəsə elə bir şeydir, yadıma gəlir ki. İndi kütləşib, amma gərək ki, yoldaşıma deyəm itiliyə. Qızlar, soğanı indi burada da doğrayıram. Yəni bu soğanın hamısını istifadə etməyəcəm. Deyirsiniz ki, nə çox vurur soğan? Yox. Bir yarısını da yemək üçün ayıracam çəkəndən sonra. Elə ət çəkəndə hər zaman əlavə soğan da çəkirəm ki, lazım olanda yeməklərdə istifadə edeyim. Yəni bir də görsən həqiqətən də soğan yaxşı olanda mən başlayıram onu çəkirəm blenderdən ya ət maşınından. O zaman əlimin altında hazır olur. Qoyuram xaladelnikə, rahat olur. Lazım olduqca da soğan doğramağa ya da çəkməyə ehtiyac olmur. Burada da gördüyünüz kimi qızlar çəkirəm. Doğrudan da qızlar çox qəşəng ət idi. Çox bəyəndim bu əti. Düzdür, yoldaşım yaxşı nə isə tapşıranda hər şeyi qaydasında yaxşı alır. Ona görə rahat oldu. Nə ürəyim istəyirsə, məsələn, mən işlətdiklərimi də bilir də, məsələn, hansı firmanın hansı necə istifadə edirəmsə, onu alır gətirir hər zaman. Burada da qızlar gördüyünüz kimi soğanı çəkirəm, hazır qoyuram. Qızlar, burada da balaca tikə kiftələr eləmişəm. Onu sup eləyəndə hazır qoyuram əlimin altında qalır. Sup eləyəndə atıram. Belə rahat olur, əlimdə tapılmış kimi olur da. Gördüyünüz kimi baxın qızlar, burada da yeməyə də əlavə eləyirəm o soğanı. Qızlar, burada da 2 dənə iri kartof soyuram. 3 dənə gətirmişdim, amma birini qoydum. Gördüm ki, çox olacaq. Tələsirdim deyə əslində qalsa 4 yerə də belə bölürəm kartofu, amma tələsirdim deyə nəzik elədim ki, tez pişsin. Həm də bıçağım kütdü, məni çox incidirdi. Burada da qızlar soğan yağa düşür, qovrulmaq üzrədir. Qızlar, yeməyə mən çox tomat vurmuram. Burada da gördüyünüz kimi az atdım tomatı. Yəni 1 çay qaşığı atıram, yetərli olur. Yəni çünki sarkök də əlavə eləyirəm deyə belə yetərli gəlir. Burada da qızlar gördüyünüz kimi qovururam. İndi birazdan ətini də əlavə eləyəcəm. Yaxşıca qaynatmışam ətini. Suyunu əlavə etməyəcəm qızlar. Suyunu əlavə etmək istəmirəm. Burada da göstərdim. Çünki suplarda istifadə eləyirəm suyunu. Yəni bir də görsən əlimin altında hazır ətlər olmur deyə suyunu istifadə eləyirəm, daha vitaminli olur. Burada da buzluqdan çıxartmışdım. Noxudu əlavə etdim, kartofunu əlavə etdim, qoydum hazırlamağa. Pişsin. Burada da hazırdır qızlar.
Qızlar, digər kanalımda yoldaşımı biraz əsəbləşdirmək üçün video yad çəkirəm, belə hazırlayıram, amma mənim belə deyim, davamlı olaraq süfrəm hər zaman səliqəli, yəni yemək, yad vilkası, qaşığı, hər şeyi öz yerində olur hər zaman. Sadəcə olaraq onu biraz əsəbləşdirmək üçün edirəm. Burada da qızlar hazırını çəkmişəm, göstərirəm sizə. Qızlar, yoldaşım alış-veriş eləmişdi. Video başlığına qoyacaqdım. Arxasına gəlib çıxıb orada silmək istəmədim. Ona görə paylaşdım belə. Bu da şirniyyatdır qızlar, şəkər halvası, çörəkdir, noğuldur. Mən çox xoşlayıram bundan alıb gətirib. Burada da xiyardır qızlar. Belə yəni yüngül alış-veriş idi. Baxın qızlar, indi burada da göstərəcəm, tikə ətidir. Yəni o doğradığım ətdir, həmin o ətdir. Yəni prosta videonun əvvəlində göstərməli idim, sonradan göstərdim. Hələlik qızlar, özünüzə yaxşı baxın. İnşallah videomu bəyənsəniz, abunə olub like etməyi unutmayın. Hələlik.